Salam abituriyentlər və valideynlər. Bugünkü videoda tibb kolleclərinə qəbul barədə qısa və dəqiq məlumat verəcəyəm. Həmçinin keçid ballarını və ixtisas seçimi ilə bağlı faydalı ipuçlarını sizinlə paylaşacağam. Hazırsınızsa başlayaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzarətində 10 tibb kolleci fəaliyyət göstərir. 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Kolleci, Mingəçevir, Şəki, Lənkəran, Cəlilabad, Quba və Saatlı tibb kollecləri fəaliyyət göstərir. Naxçıvanda isə fəaliyyət göstərən bir tibb kolleci var, Naxçıvan Tibb Kolleci. Əvvəlcə 1 nömrəli Bakı Tibb Kollecindən başlayaq. Burada əczaçılıq, mamalıq işi, müalicə masajı gözdən əlillər üçün, müalicə masajı, tibb bacısı qardaşı işi, optometriya ixtisasları üzrə təhsil almaq mümkündür. 2 nömrəli Bakı Baza Tibb Kolleci, laboratoriya diaqnostikası, ortopedik stomatologiya, tibbi profilaktika, əczaçılıq, mamalıq işi, tibb bacısı qardaşı işi, ixtisasları üzrə təhsil almaq mümkündür. Abituriyentlər tez-tez soruşurlar. 1 nömrəli Bakı Tibb Kolleci ilə 2 nömrəli Bakı Baza Tibb Kollecinin əsas fərqləri nələrdir? Əgər infrastruktur və keyfiyyət baxımından soruşurlarsa, 1 nömrəli tarixi binalarda müasir şərait, güclü tədris heyəti və böyük tələbə topluluğu ilə seçilir. 2 nömrəli isə kredit sistemi, şəffaf qiymətləndirmə, qaynar xətt, münaqişə komissiyası, müasir avadanlıqlı laboratoriyalar və beynəlxalq təcrübə mübadilələri Rusiyadan master klasslarla seçilir. Gəncə Tibb Kolleci də uzun müddətdir fəaliyyət göstərən kolleclərdən biridir. Burada da əczaçılıq, laboratoriya diaqnostikası, mamalıq işi, ortopedik stomatologiya, tibb bacısı qardaşı işi, tibbi profilaktika kimi ixtisaslar üzrə təhsil almaq mümkündür. Sumqayıt Tibb Kollecində tədris prosesi Avropa kredit transfer sisteminə əsasən qurulubdur. İnfrastruktur baxımından 4 müasir laboratoriya, 40+ auditoriya, kitabxana, kompüter otağı, yeməkxana və avtonom istilik sistemi mövcuddur. Son illərdə əsaslı təmir və yenilənmə işləri aparılıb. Quba Tibb Kollecində cəmi 2 ixtisas üzrə mamalıq işi və tibb bacısı qardaşı işi üzrə təhsil almaq mümkündür. Mingəçevir Tibb Kollecində əczaçılıq, laboratoriya diaqnostikası, mamalıq işi, tibb bacısı qardaşı işi üzrə təhsil almaq mümkündür. Şəki Tibb Kollecində 2 ixtisas üzrə mamalıq işi, tibb bacısı qardaşı işi üzrə, Lənkəran Tibb Kollecində 3 ixtisas üzrə əczaçılıq, mamalıq işi, tibb bacısı, tibb qardaşı üzrə, Saatlı Tibb Kollecində tibb bacısı, tibb qardaşı işi üzrə, Cəlilabad Tibb Kollecində mamalıq işi, tibb bacısı qardaşı işi üzrə, Naxçıvan Tibb Kollecində isə əczaçılıq, hərbi felçer işi, mamalıq işi, ortopedik stomatologiya, tibb bacısı qardaşı işi ixtisasları üzrə təhsil almaq mümkündür. Keçid ballarına gəldikdə isə ödənişli və ödənişsiz ixtisaslar arasında təxminən 20 bal fərqi var və göründüyü kimi qəbul olmaq üçün orta hesabla 100 baldan yuxarı bal toplamaq lazımdır ki, istər ödənişli, istər ödənişsiz ixtisaslara qəbul olunsun. Amma təcrübə onu göstərir ki, müsabiqədən asılı olaraq bəzən 100 bala yaxın toplanmış balla da 95+94 balla da tibb kolleclərinə qəbul olmaq mümkündür.